المطهرين الأمجدين المطهرين ولعنة الدائمة على أعدائهم وغاصب حقوقهم وقاتل نفوسهم ومنكر فضائلهم أجمعين. Hamımız bildiyiniz kimi bu mərasim təşkil olunur İmam Musa Kazımın adına. O insan ki şərəfli ömrün zindanına başladı. İmam Musa Kazım Səfər ayının 7-si Hicrətin 128-ci ilində Məkkə ilə Mədinənin arasında yerləşən Əbva diyarında dünyaya gəldi. Bildiyiniz kimi Rəcəb ayının 25-də şəhid oldu, 55 yaşında şərəfli ömrünü bitirdi. O gün ki atası İmam Sadiq ağa dünyadan getdi, ağanın 20 yaşı var. 20 yaşında ikən Müsəlman dünyasının, özəlliklə Şiə cəmiyyətinin öndərliyi ağanın qoyulmuşdu. 35 il bu cəmiyyətə, Allah bəndələrinə rəhbərlik edir. Bu cəhətdən ki, məclis ağanın şəhadəti ilə əlaqədardır. Ağanın elmi ictimai fəaliyyəti yox, məruz qaldığı təzyiqlər haqqında bir neçə dəqiqə huzurunuzda danışırız. İmam Musa Kazım 2 dəfə həbs dünyası yaşadı. Biri Məhdi Abbasinin dövründə, biri də ki Harun Rəşid. Əbu Xalid Zübali deyir, mən Zübalə karvansarasındaydım, bir də gördüm, ayaq səsləri gəldi. Baxdım, gördüm, bir neçə məmurun əhatəsində bir insanı gətirirlər. Ondan sonra yaxınlaşdım bu insanlara, görəm bu gətirilən kimdir? Baxdım, gördüm Allahın hüccəti Musa ibn Cəfərdir. Bu cəhətdən ki, ağa məni tanıyırdı. Mən də onu görməkdən şad oldum, o da məni görməkdən şad oldu. Amma hiss eləyirdi mən çox nigaranım. Yaxınlaşdım ağaya, dərd edil elədi, ağladım. Ağa dedi, nigaran olma. Bir neçə mənim istəyim var, tələbim var, bəzi şeyləri mən üçün hazırla, al, gətir, verməm. Amma mənim barəmdə nigaran olma. Mən filan zaman, filan ayın, filan günündə axşamçağı bu karvansarada olaram. Mən qaydaram. Əbu Xalid Zübali deyir, həmin günü yadımda saldım. Və getdim o gün o karvansarada ağanı göstərim. Ta ki hava qaralanda gördüm ağa bir dənə qatırın üstündə gəldi və varid oldu kərvansa. Getdim ziyarət elədim və hətta ki sevincimdən ağlayırdım. Dedim ağa, həmd olsun Allaha, Allah bu zalimlərin, məkirlərin, hilələrin səndən uzaqlaşdırdı. Ağa baxdı mənə, dedi, bu dəfə mən qurtuldum. Amma gələn vədədə, gələn həbsində qurtulmaram. İmam Musa Kazım həbs olundu. Onu həbs edən bir insanlar idi ki, İmam Musa Kazımı lap yaxşı tanıyırdı. İmam Musa Kazımın həbs əmrun birbaşa Harun Rəşid saldı. Özü də gəldi Mədinədə Peyğəmbərin qəbrinin kənarında. O mübarək qəbri öpəndən sonra yanındakılar nəql edir. Deyirlər, Harun Rəşid Peyğəmbərin qəbrini öpdü. Öpəndən sonra dedi, ya Rəsuləllah, məni bağışla, Musa Kazım ki, sənin nəvində onu həbs eləmək məcbur. O gün ki, İmam Musa Kazımın həbsinin qərarını verir Şəvval ayının 20-sində. Deyirlər, İmam Musa Kazım Peyğəmbərin qəbrinin 5-6 qədəmliyində idi. Oruc ağzına, namaz halında, namazda qandalları bağladılar ağanı. Ağzı oruc idi, Peyğəmbərin, cəddinin, o mübarək qəbrinin kənarında 5-6 metrəliyində qandalladılar. Gətirdilər hara? Gətirdilər İsa ibn Əbu Cəfərin zindanına, Bəsrədə.
Bir il orada qalandan sonra qərar oldu İmam Musa Kazımın yerini dəyişmədir. Səbəbi bu idi, gördülər zindanda yatan insanların İmam Musa Kazım'a xüsusi rəğbəti yaranır. Gördülər İmam Musa Kazım'a olan rəğbət sadəcə bir dənə insanın bir insanı sevib və sevincində, sevgisində dayanmaqda deyil, fikrindən, düşüncəsindən təsirlənməkdədir. İstəmədilər bu təsir dairəsi genişlər. Ondan sonra əmr verirdilər, bir ildən sonra Bəsrədən Bağdada getirilir. Bağdadda ikinci zindan ki, İmam Musa Kazım orada qalırdı, Fəzl ibn Rəbinin zindanı. Eyni şərait, eyni vəziyyət bu yerdədir. Yenə zindanın yerini dəyişdirir. Gətirdilər üçüncü zindana, Fəzl ibn Yəhya-i Bərməkinin zindanı. Və hər dəfə imamın vəziyyətin qaldığı şəraiti daha da ağırlaşdıracaq bir yerə gətirilir. Orada da əmr gəldi ki, artıq Musa ibn Cəfəri hakimiyyət dözmək istəmir. Artıq bu insanın yoxluğuna qərar veriblər, amma zindan rəisi hazır olmadı. Elə ki, zindan rəisi hazır olmadı ağanı zəhərliyə. Harunun qəzəbi zindan rəisinə də tutdu. Amma zindan rəisi ki, Fəzl ibn Yəhya-i Bərməki idi, bunun atası Yəhyə ibn Xalid Bərməki. Eşitdi oğluna Harun Rəşidin qəzəbi tutub, tüm onun əmrini icra edir. Ata gəldi Harun Rəşidlə danışıq apardı, dedi sən mənim oğlumu bağışdı, o qanmayıb, o cavandı, o düşünməyib, mən gedib sənin əmrini yerinə yetirərəm. Yəhyə ibn Xalid Bərməki bir neçə məmurla gəldi, imamı götürdü, şəxsən apardı, təhvil verdi, Sənd ibn Şahikə. Axırıncı zindankaha o zindanda. Maraqlıdır, bir neçə il bundan əvvəl Sənd ibn Şahikin zindanı Bağdadda qazıntılar zamanı aşağılandı. Şəkli də var. Çox acınacaqlı bir quyuya gətirdilər, İmam Musa Kazımı saldılar. Amma İmam Musa Kazım onda ki gəldi, onu saldılar o quyuya. O quyuya düşəndə bir baxdı sağa, bir baxdı sola. Başını qaldırdı, dedi, Xudaya. Çoxdan belə bir sənlə razı niyaz eləmək üçün bir xəlvətgahın arzusunu dedi. İmam Musa Kazım çox acınacaqlı həyat sürdü. İmam Musa Kazımın ölümünə fərman verdi hakimiyyət. Necə ki, həbsinə fərman vermişdi. Bəs nədən İmam Musa Kazımı öldürürdülər? İmam Musa Kazımı nədən həbs edirdilər? İmam Musa Kazım kimin yerində eləmişdi? Baxın, İmam Musa Kazım bir məhbus həyatı yaşadı. Amma tarixin heç bir yerində yazılmıyor ki, İmam Musa Kazımı hansı cinayətə görə həbs edilirlər. Tarixin heç bir yerində yazılmıyor ki, İmam Musa Kazımı hansı məhkəmə salonunda mühakimə edilirlər. Səbəbi budur, İmam Musa Kazımın heç bir cinayəti. Yeganə cürmü ki, onun barəsində düşünürdülər, soruşdu və mazəndi, axı mənim günahım nədir? Cavabında dedilər, vücudu kərəm o ki, varlığın sənin günahındır. Bir varlıq ki, bir insan ki, onun cəmiyyət arasında ləqəbi Əbdüs Salih idi. Yəni, Allahın salih bəndəsi. Görəsən, Allahın salih bəndəsi olan Peyğəmbər sülaləsindən olan bu insanı nədən özlərinə mani görürlər? Səbəbi bəlli. Tüm hakimiyyət məşru olmayan, qanuni olmayan bir hakimiyyətdir. Belə bir paç vücudun varlığın özlərinə mani görürlər. Baxın, Harun Rəşid bir insan idi. Harun Rəşidin hərəm sərasında 2000 dənə kəniz var. O 2000 kənizin 300'ü rəqqasə və oxuyan xanəndə nəvazəndə idi. Bu, Harun fəsadlarının bir hissəsi. Harun və Harunun strukturasına baş alıb gedən bu əyyaşlıq birbaşa bu əyyaşlıqla bitmirdi. Bunun arkasında mali fəsadlar var idi. Bunun arkasında insanların heysiyyətinə, hürriyyətlərinə, mənafeylərinə, əmlaklarına qoyulan əllər var idi. Amma Musa ibn Cəfər bu cəmin kənarında olmağa qərar vermədi.
Onda ki, Musa ibn Cəfər bunların kənarında olmağa qərar vermədi. Təbii ki, önlərində qərar tapdı. Amma bunlar bir insan ki, önlərində qərar tapalar. Ləyaqətləri, şəxsiyyətləri, paçlıqları ilə bunların fəsadların, həqiqi kimlikləri müqayisəli surətdə ortaya qoydu. Bunlar onu həzm eləyə bilmədilər. O da İmam Musa Kazımın həbsinə. Bir insan ki, paçlıqdan və ləyaqətdən başqa bir şey. Sədi Şirazının bir dənə Gülüstanda bir qissəsi var. Deyir, bir fəqih var idi, bir alim var idi. Bunun ikifir qızı var idi. Bu fəqih məqam mənzələt sahibi də olsa, bunun ikifir qızını alan olmadı. Axırda sonda bir dənə kör tapıb qızın verdi ona. Bir müddətdən sonra xəbər yayıldı ki, bir dənə təbib gəlir. Bu növ körlərin gözünü açır. Hamı gedir gözünü açdırır ona, malicə elədir. Gəldilər, dedilər, fəqih, bu gələn təbib, bu növ körlərin gözünü açır, sənin kürəkənində o növdəndir. Nədən malın mülkün ola kürəkənin gözlərini açdırmırsan? Niyə onu körlük bəlasından tutarmırsan? Fəqih cavabında dedi, yox istəməz. Əgər kürəkənin gözü açılsa, qızma yerdə olmaz, qızını saxlayır. Onlar ki, Musa ibn Cəfərin həbsinə, qətlinə, yoxluğuna fərman verdilər. Onlar bir adamlar idi ki, görürdülər Musa ibn Cəfərin hüzuru, varlığı, davranışı, elmi, səviyyəsi, xalqa olan xidmətləri, bu xalqın gözünü açacaq, gözü açılmış xalq Harun hakimiyyətinə dözməyəcək. Odur Musa ibn Cəfərin həbsinə fərman. Musa ibn Cəfər bir insan ki, zülmünə onu aradan verir. Baxın, Harun tərəfindən 2 dəfə İmam Musa Kazımın qətlinə, terroruna təşəbbüs. Birinci təşəbbüs onların gözündən uğursuz hesablandı. Səbəbi bu idi. Elə ki, o xurmaları zəhərlədilər, gətirlərlər İmam Musa Kazıma yemişdilər. Harunun bir dənə sort, bir dənə xüsusi cins iti var idi. Çox hündür, qara bir köpəyi var idi. Harunun nəzdində çox bir əzizlənən bir heyvan idi. Onda ki, o zəhərli xurmaları aparırdılar, İmam Musa Kazıma yedizdirələr. O it bilmirdi, aparan məmur da bilmirdi ki, bu xüsusi hazırlanmış, zəhərlənilmiş xurmalardır. İt gəldi, xurmadan yemək istədi. O məmur itə o xurmadan verdi. İt onu yiyən kimi zəhərləndi, dərhal öldü. Ondan sonra aləm qarışdı, bu məsələ, bu plan növbəti dəfələrə düşdü. Onda ki, Harun ərləşib eşitdi ki, İmam Musa Kazımı zəhərləyə bilməyiblər, it zəhərlənib ölür. Harun ərləşib o qədər narahat oldu. Dedi, siz Musa ibn Cəfəri zəhərləyənmədiniz, it öldü. Baxın, bir dənə insanın, Peyğəmbərin sülbündən olan, xalqın, cəmiyyətin həqiqi rəhbəri olan bir dənə insana qarşı amansız rəftarı, bir dənə insan həyatına münasibətdə rəftar, bir dənə itlə müqayisədə görün nə həddir. Harun ərləşidləri bu cür. İmam Musa Kazımın ölümünə fərman verdilər. Onda ki, İmam Musa Kazımı zəhərlədilər. Mübarək Rəcəb ayıydı. Ağa oruc idi. İftarda zəhərlədilər ağanı. Musayi bu zindanban idi. Deyir İmam Musa Kazım mənə dedi, Musa, dedim bəli. Dedi Musa, mən bu gecə buradan gedəcəm Bədiyyə. Deyir bunu mənə deyəndə, mən dedim, sənə qurban olayım. Mən buranın haçarları mənim ixtiyarımdadır. Buranı açırlar, bağlayırlar, mən düşürəm, gəlirəm, gedirəm, sizə xidmət edirəm. Mən sizə bu şəraiti yarada bilməyəcəm. Dedi, sən narahat olma. Mən buradan çıxaram bu gecə. Mən buradan gedərəm, cəddimlə Mədinədə beyətimi təzəliyərəm. Əhdi peymanımı təzəliyərəm və imamətin mənim yanımda olan asarların təhvil verib gələrəm. Dedi, mənə təəccüb olur. Dedim, ayıb qalacam ağanın gedişinə baxam. Bu nə tərk etmək istəyir?
Qolları belə boynundan asılıb bu. Nətər bu zindanı, bu siyahçalı bu quyunu tərk eləmək istəyir. Gecəndən xeyləm keçmişdi. Gözlədim, birdən məni yuxu apardı. Məni yuxu aparanda gördüm, bir nəfər məni oyatdı. Ki, təbən gözümü açanda gördüm, Musa ibn Cəfərdir. Baxdım, gördüm, ətrafda heç nə yoxdur, boş çöldür. Divarlar görünmür. Bu səhnəni gördüm, bir də gördüm Musa ibn Cəfər neçə qədəm gedəndən sonra gözümdən itdi. Ondan sonra mən bir də baxdım, gördüm zindanın içindəyəm, Musa ibn Cəfər də oradadır. Amma necə elə qolu bağlanıb boynundan asılmışdı, elə yenə də o haldadır. Birdən baxdım, dedim, oğlum ya mən yuxu görürdüm. Oradan Musa ibn Cəfər dilləndi, dedi, Musayib, yuxu görmürdüm. Şək eləmə, mən buradan getdim, cəddimlə əhd-i peyman təzələdim. Və imamətin azalını təhvil verdim. Ondan 3 gün sonra İmam Musa Kazım, 3 gün zəhərlənəndən sonra o əzablı həyat tərzini keçirdəndən sonra dünyanı tərk edir. Musa ibn Cəfər dünyanı tərk edəndən sonra cənazəsini çıxartdılar. Amma bir zaman Musa ibn Cəfəri həbs elədilər, ən gərgin, ən çətin şəraitdə saxladılar həbs həyatında. O zamanın ziyalısı da var idi, alimi də var idi, düşünəni də var idi. Heç kim İmam Musa Kazımın müdafiəsinə baxmadı. İnsanlar laqeydlik göstərdilər, alimi də, adamı da. Amma o gün ki İmam Musa Kazım şəhid oldu, mübarək cənazəsini çıxartdılar, gətirdilər Bağdad körpüsünün üstündə cənazəni qoydular yerə. Elə ki cənazəni yerə qoydular, onda hamı tapıldı. Hamı gəldi Bağdad körpüsünün üstünə, o alimlər, o insanlar ki ictimai təsirə malik idilər. Onlar gəldilər, hamısı ətrafını aldılar cənazəni. Birdən zehninizə gələr, gəlmişdilər deyələr Musa-i Kazım. Ey Allahın layiqli bəndəsi, ey bir insanı ki səni həbs elədilər günahsız yerə, biz də buna laqeyd qaldıq bu günləri məzlumcasına 4 il həbsin, son həbsinin, əzabların yaşayandan sonra bu cür sənin cəsədini, cənazı müşahidə edirik. Bəlkə elə bilərsiniz gəlmişdilər ondan halallıq alalar. Bəlkə elə bilərsiniz gəlmişdilər ona deyələr, üzr istəyirik səndən, sənin qibalında, sənə qarşı vəzifəmizdə kahillik elədiklərimizə görə üzr istəyirik. Yox, onlar gəlmişdilər hakimiyyətin üzün yumağa. O alimlər də, o ziyalılar da, o ictimai şöhrəti olan insanlar da hamısı şəhadət verdilər ki, bəli, biz şahidik ki, bu Musa ibn Cəfər nə boğulmayıb, nə yandırılmayıb, nə bədənində deşilmiş, kəsilmiş yarası yoxdur, öz əzəli ilə dünyadan getdi. Onlar gəldilər hakimiyyətin cinayətinin üzün yumağa. Amma Musa ibn Cəfər bir insan ki məzlumcasına dünyadan getsə də, amma bir şərəfli həyat sürdü. Şərəfli həyatı bundan ibarət idi, heç vaxt zalimlərin dəstəyində olmadı. Musa ibn Cəfər və onun kimi başqa imamlarımız əgər bunlar zalimlərə ləbbeyk desəydilər, onların kənarında olmaqlığı qəbul eləsəydilər, dünyanın ən ali rifahında bunlar yaşayardılar, amma bunlar bunu rəva görmədilər. Onlar Allah deyən kimi yaşadılar. Xalqın, müsəlmanların, insanların hüququ tapdalananda onlar o tapdalayanların yanında olmadılar. Xalqın irzinə, namusuna təcavüz olanda xalqın irzinə, namusuna təcavüz edənlərə dəstək olmadılar. Onlar əzablı həyat yaşadılar. Amma hədislərimizdə dediyi kimi, aşə səida, matə səida. Xoşbəxt yaşadılar, xoşbəxt öldülər. Onda ki dünyanı tərk elədi, elə öz sözü ilə deyər. İmam Musa Kazım ağa buyurur. İzâ mâtel mumin bəkət aleyhi mələikətus səmavat və buqqâul ərs. Ağa buyurdu bir dənə mümin, Allahla beyət eləyən, Allaha iman gətirən, Allahın əmirlərində sabit olan bir mümin dünyadan gedəndə, göyün və yerin mələkləri onu ağlayır, ona göz yaşı tökürlər.
İmam Musa Kazım ağa dünyanı tərk elədi bir surətdə ki, yerin gül mələkləri o ağaya göz yaşlarlar. Allah'ın verirəm əzəmətinə, izzətinə, böyüklüyünə. Xudaya sənan verirəm Qur'anın hörmətinə, Musa ibn Cəfərin hörmətinə, günahsız yerə həbsdə olan bütün məhbusları tez